Bugün Zəfər Bayramı günü özümüzə borc verdik ki, Azərbaycanımızın fəxri, iftixarı, əlbəttə bütün şəhidlər bizim fəxrimiz, baş tacımızdır. Amma onların içərisində özünə məxsus yeri olan həm ürəklərimizdə, qəlbimizdə, bütün Azərbaycan xalqının qəlbində özünə yer tutan, taq quran Pəncəli qardaşımızın ev muzeyindəyik, onun anası ilə birgə. Özümüzə borc bildik ki, bu gözəl günümüzü, Zəfər Bayramımızı belə bir ocaqda olaq, belə bir ananın yanında olaq və həm milli qəhrəman adı verilməsinə görə ananı təbrik edirik, bütün Azərbaycan xalqını təbrik edirik. Həm də ananın simasında bütün şəhid valideynləri, şəhid ailələrinin Zəfər Bayramı mübarək olsun. Çünki bu zəfər bütün Azərbaycanındır, amma onun memarları şəhid valideynləridir. Ona görə biz onlara bütün xalqımız adında minnətdarlığımızı bildiririk. Belə yerdə adam söz tapmır danışmağa, söz acizdir, budur, məkanda danışmaq budur. Bəli, biz şəhid valideynlərinin qabağında söz yox, bütün vücudumuzla onların xidmətində olmalıyıq. Ona görə sözə kifayətlənirəm, anıya deyirəm ki, bəli, biz hamımız sənin övladlarını, sizin övladlarınızı və nə qədər canımızda da can var, sizin və vətənin xidmətində biz də hazırıq. Sağ olun. Çok sağ olun kardeşler. Bugünkü bu sevinç günündə gəlib mənlə bir yerdəsiniz. Mən sizə öz dərin təşəkkürümü bildirirəm. Öz minnətdarlığımı sizə bildirirəm. Bir bacı kimi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Sizin gələn ayaqlarınız var olsun. Bugün bizim sevincimiz yox. Yəni mən anayam, mənim sevincim yox. Bugün bütün Azərbaycan xalqının sevincidir. Dünən günortadan sonra biz bu xəbəri eşitmişik. Siz inanın bu axşam Azərbaycan xalqının bəlkə 90%-i yatmayıb. Kimi qurban boyun alıb, kimi gəlmək istəyir. Yəni arzu edirəm kimin nə arzusu var, Allah onların arzusunu çiğ etsin. Amin. Hər şey Allahın əlindədir. Allahdan başqa hər şey yalandır. Allahıma qurban olun. Pəncərin timsalında olan şəhidlərin taleyini Allah vermişdi. Allah vermişdi bizə, yenə də aldı. Qurban olun Allahıma. Mən ömrümdə belə bir gün görməyinə mənim yuxuma da gəlməzdi. Mən belə bir gün görəcəyəm. Mən arzu edirəm bütün analara, atalara, pəncəri timsalında olan övladlar qismət olsun. Amma ömürləri uzun olsun. Allah heç bir ata-anaya övlad dağı göstərməsin. Övlad itirmək çox ağır dərdir. Biz şəhid ailələri üçün düzdür, bir tərəfdən qürurdur. Amma digər tərəfdən bizim üçün çox ağır, çox dərin bir yaradır. Dəbirlərlə demişəm, necə şişi qızardırsan, ət üstə damğa qoyursun. Bizim ürəyimizdə həmin damğadır. Düzdür, biz istəmirik düşmən bizim ağlamağımızı görsün. Bizim kədərləndiyimizi görsünlər. Mən birinci dəfə pəncərinin şəhid olduğunu eşitdim. Mən birinci dəfə bilmədim. Allah mənə necə güc, qüvvət verdi. Mən demişəm ki, mən bir pəncərini itirmişəm. 4 oğlum var, 4'ü də bu vətənə, bu xalqa qurbandır. Allah bunu mənə necə ürəyimə gətirib, mən bu sözü deyirəm. Demişəm o vaxtı. Mən yenə də deyirəm. Allah bütün şəhid valideynlərə səbr versin.
Bizim yaramız kardeş ne kadar da derin olsa yine de başımız Artık gerek. ucadır, başımız ucadır. Başımız Atası uca olsun. Şükürler olsun. Çok sağ olun. Kalan evladlarımıza Amin. Allah'tan xoşbəxtlik arzu edirəm. Çox sağ olun. Mən bugün çox sevinirəm. Sizin kimi qardaşlar mənim yanımdasınız. Allah sizə can sağlığı versin. Allah gözlərinizə işıq versin. Allah əllərinizə, qollarınıza qüvvət versin inşallah. Gələn ayaqlarınız yenə də deyirəm var olsun. Çox sağ olun. Minnətdaram sizin kimi qardaşlarım.